Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Hələ yuxudan tam durmamışam. Bugün 31 idi, 31 idi. Bugün mənim ev günümdür, amma budilnik söndürməmişəm deyə budilnikin səsindən durdum. Saat 7-dir. Dedim, durmuşkən durun bir iş görüm. Mən bu telefonun yaddaşını təmizləməliyəm. Elə hər dəfə sonraya saxlayıram. Gətirim elə durmuşkən telefonda olan videoları bitişdirim, yoxsa blok çəkə bilmirəm. Deməli qızlar, artıq səhər yeməyini hazırlamaq lazımdır. Ləliş durub Rusikdən başqa. Vay. Gətirək görək əlimizdə nə var. Bunu dünənə almışam işdən. Koymuşam termopotun üstüne. Tərrif paketdə. Paketdə tərrifdir. Bunun da arkası daş kimi olub. Termopotun üstü isti olur deyən. Fikirləmişəm oranı həmişə çörək qoyanda bərk olur. Bunları tapdım xadinlikdən. Kolbasa, sosiska, nə bilim, pendir, ketçup. Nə eləyim, yenə sandviç eləyim. Neynəmək olar bunlardan? İlk növbədə sosisləri qızardaq. Günel bir şey tapıb bişirər. Uzun sofu doğrayacağım. Baxın, bu qaydada doğradım. İndi bunları gətirim qızardım. Bu çörəklər niyə yumuşaqdır? Ona görə ki, mən onları morozilkadan çıxartmışam. Yəni pişməmiş halıdır. Duxovkaya qoyub pişirəsiyəm zaten. Sadəcə içini doldurup sonra pişirmək istəyirəm. Duxovkanı artıq qoşdum. Burada məndə 2 cürə ketçupdur. Burada məndə sadəcə mayonezdir. Belə. Çox yaymıram, sadəcə bir balaca. Deməli, qızartdığım sosiskaları əlavə elədim və üzərinə çorkalanmış pendir. İşte bu pendir az olar, başqasından da əlavə edərəm. Biraz xiyar düzək. Və son olaraq başqa pendiri beləncəsinə düzək üzərinə. Bunu qoyuruq duxovkaya. Əsas məsələ odur ki, içindəki sosiska pişmişdi, çiğ deyil. Bunları göndərəm duxovkaya pişməyə. Düşünürəm ki, kolbasa çörəyi olan stolda skuşonka zat yeməzdir. Skuşonka, şokolad. Tak, səni necə doğrayaq bə? Nəzik plastlara doğrayaq da. Parizyen bagetimiz də pişər. Onu da doğrayarım. Buterbrot yeyərik. Qəşəng isti qaynar. Böyük daha işə getdiyinə görə qalmışıq evdə 3 nəfər. Onsuz da heç vaxt yemək yemir gedəndə. O işdə yiyir.
Tak. Üstünü mən kəsdim, altını da belə. Üstünü ayrı bıçaqla, altını ayrı bıçaqla. Yaxşıdır da. Və belə. Və qaldı bagetimiz. Bageti də soklara bölək. Bismillah. Çox istidir. Əslində biz satanda hamıya deyirik ki, isti-isti kəsməyin. İsti-isti kəsmək olmaz. Şöyle bizdə də isti-isti kəsmək olmaz. Günahdır. Qəşəng uzarır. Bax, bayaq yumuşaq idi hamısı. Kəsə bilmirəm, istidir. Kəsəndə xəmir olur. Biraz soyusun, sonra kəsərəm. İçini sizə göstərim. Zaten həmişə eyni sendviçləri hazırlayıram. Havaya baxın. Çox bərbad bir hava var. Məcburən evdən çölə çıxıram. Deməli, qısa danışım. Yuristlərlə işim tam bitməyibdi. Çünki keçən ay maaşımı çıxardanda avansımı da çıxartmışdılar. İndi deyirəm ki, bəs mən deməsəm də susurlar. Deyirəm ki, bəs keçən səfər mənim avansımı çıxartdınız, amma mənə köçürtmədiniz də. Bəs mənim 13 min quyruqlandı. Nə vaxt verəsiz? Deyir ki, nə qədərdən sonra uqrozadan, zatdan şantaj elə yazdırıram. Cavab vermirlər. Deyir ki, şeydir. Biz finansi upravlayışı ilə danışdıq. Gəlin 11 mini götürün, gedin. Deyirəm 11 min deyil, axı 13 min quyruqlandı. Qarşı 11 min vermək istəyirlər. Gedirik indi onu götürməyə Rusiklə də sınıq. Heç axota yoxdur belə havada evdən çölə çıxmaraq. Məcburiyyətdən gedirəm. Qaça mindik ya. Следующая остановка. Коллеги принесли. Хорошо, завтра погуляем. Saat 5'e qalıb 10 dəqiqə. Biz artıq metrodan çıxırıq. İstəyirəm davasız şavasız gedim, pulumu götürüm çıxım. Bezmişəm onlardan. Heç canım qurtulsun bəsimdir. Deməli cəmaət, biz çıxdıq metrodan. Bura əlbəttə ki, çox gözəldir. Çox qəşəngdir. Amma navigator nəsə səhv göstərməyə başlayır. Bir də mən navigatorla aydınlaşdırım, hara getmək lazımdır. Rusik özünü öldürür ki, mən burada səndən olmuşam. Mənim heç yadıma gəlmir. Yox, olub olmağına, amma başqa şeyə, səbəbə görə. Amma yuristlərə mən Rusiklə gəldiyim yadıma gəlmir. Lərnə, gedək, belə düz gedək, görək nə olur. Yerdə nə qəşək su üstümüzə axır. Gəlsən yavaş-yavaş tapırıq. Bura 17-ci evdir, bizə lazımdır 15-ci. Biraz qabağa getdik, sonra gördük tərs gedirik, dala qayıtdıq. Oy, girmə suya. Tapdıq. Hər yer qızıldandı. Ruslan özünü öldürür ki, burada olubdur. Я не помню, что я с тобой приходила. Мы были на соцзащите, я там сидела. Heç kimə məsləhət görmürəm, heç kəs gəlməsin bura. Yine aldattılar məni. Это мы правильно пришли. Deməli, yenə aldatdılar məni. Getdim resepsiyona, dedilər ki, bizə heç kim işini verməyibdi. Gedirəm ofisə. Nasıl heç kəs yoxdur, çıxaq çöldə gözləyir.
Sə konkret deyə bilərəm ki, 2000 rublumu vermədilər. Zajali. Haram xoşlar olsun. Bura gələn gün ayağım qırılaydı. 3 ildir məni süründürdülər. Elə olub ki, aylarla maaşımı verməyiblər. Çox pis şirkətdir. Heç kimə də məsləhət görmürəm. İş yoldaşımın huyuna getdim. Ona görə bura müraciət elədim. No, şükür Allaha qurtardım canım. Onunla da qurtuldum. Şükür Allaha bu yuristlərdən canımızı qurtardıq. Bu da bizim son dvijeniyamız idi onlarla. Belə deyək. Gedirik evə, hə Suna? Gedək evə. İstəyirsən gəzək şəhəri? Yağışlıdır hava. Ruslan gəzmək istəmədi, ona görə də gedirik evə. Deyir, şirin şey nəsə yemək istəyirəm. Mən də deyirəm ki, gedək. Mağazadan pişmiş quşonka alaq. Mən sənə pişirərəm şirin şey. Всё, gəldik, çatdıq. Öz metromuza. Saat neçədir Sınok? Heç baxmadım mən. Gedək mağazaya, görək nə tapırıq. Avtobusla getmirik, peşkom gedirik də. Hamı da zontikdir. Biz isə zontik sevmirik. Hə? Yağışdır da. Yağışdan yaxşı nə var? Sudur, su aydınlıqdır. Bir-iki damcı tökülür. Bir-iki damcı tökülür. Leysan yağmır ki. Я хочу нормально зеленый перец. Bu kırmızıdır. Ha. Да, почти 500. Много или мало? Много, конечно. Her yerde 150-200 rubl. Bu mağaza çok pahalı yerdir. Ha? Тогда есть вкусняшки. Вкусняшки какие хочешь? Mutlu həmişə bu ruletdən alır. Ей очень нравится рулет. Еще вот это вот интересно. Ну вот интересно выглядит вот это. И это. Nədə ekler? Mini rulet yazılıb solnышко. Что еще есть? Saat 7-yə qalıb 15 dəqiqə gedirik Çijikə. Çünki bəzi ərzaqlar orada ucuzdur. İstəyirəm skuşonka varyonu almaq, burada görmədim. Gedim Çijikdə alım. Skavarodka. Qəşəng də ağırdır. 850 rubla. Yox, 850 rubla məncə budur. Aladuşka üçün. Amma bu da, bu 900 rubl. Qəşəngdir. Смотри. Смотри. O çıxmır məncə solnышко. Это выходит. Saat 8-ə işləyib, biz artıq gəldik, çatdıq evə. Sumkaları daşımaqdan yoruldum. Deməli biz nə aldıq? Ekler istədi Ruslan, ekleri aldıq. Hamısı quruyubdu ama benim də aldım da. Bu nədir? Reyhan. Lavaş. Bu lavaş da aldım, çörək də aldım. Bunların hamısını aldıq bir mağazadan. Sonra getdik Çijikə. Çijikdən aldıq punçoza. Hər şeyin adyadından çıxıyor. Üstünə oxuyub baxıram. Seminçqala çörək aldım. Dedim bəlkə uşaqlar xoşlayır. Adi çörək aldım. 3 dənə üstdən 3 dənə ağ çörək, bir dənə seminçqalı, 2 dənə yuxa. Yuxanın da içində. Çörəyin hamısını çıxartmayayım. Bu tipi biz sosiska al. Sonra bir də ki mən Ləlişim bunsuz yaşaya bilmir. Bunsuz yaşaya bilmir. Gecə saat 12-də olsa ya gedib mağazadan özü alacaqdı, ya da zakaz eləyəcək evə. 2 dənə kola aldım.
Ponçozaya soy ve sos aldım. Вообще bunları yığıştırmaya. Sonra skuşonkaya göre getmişdim. Skuşonka aldım 2 dənə. Bunu Fix Price'dan aldım. Adi vençikim var. Vençikdir də bu. Hə. İstədim şey silikonovi. Bu da silikonludur. Bir de sarımsak aldım. Sarımsak çiçekte daha ucuzdu. Bir tane upakovka 30 rublda. 30 gramlıq. Bunları aldım. Gətirim indi bunları yerləşdirim. İstəyirəm nəsə bir çay süfrəsi pişirim, nəsə çay süfrəsinə. Görək nə eləyəcəm. Punçozaya başqa ərzaqlar da almaq lazım idi. Da dedim başqa vaxt alarıq da. Qaçı-qaç deyil ki. Budur bu dəqiqə pişirmirəm ki onsuz da. Punçozaya bir dənə bunu aldıq. Bir də soy ve sos aldıq. Neyse. Bütün bunları yerləşdirim. Uşaqlar gələndə çayla içərik. Şirniyyat hazırlamaq istəyirəm, amma burada məndə duzlu araxis var. 150 qram. Mesela mən istəmirəm duzlu. İstəyirəm yuyum bunun duzunu. Ondan sonra çox duzlu deyə, yəni bu pivəyə gedər. Şirniyyatı getməz. Gətirim onu yuyum. Sonra başlayım şirniyyatı hazırlayayım. Deməli xanımlar, araxisi yudum. Baxın, hamısı yaşdı. Qoyuram kənara. Burada məndə deməli 24 diametrdə olan bir forma üçün 100 qram yağ və yaxud margarin götürürük. Məndə dondurucudan idi deyən, biraz mikrodalğada onu əritdim demək olar ki, bəzi tərəfi əriyib, bəzi tərəfi bərkdir. 100 qram yağa 100 qram şəkər əlavə edirik. Bunu qarışdırırıq. Çox asan, çox sadə reseptdir. Bu videonu ayrıcana qoyaram. Ümumiyyətlə mən çalışıram ki, vloglarda verdiyim reseptləri sonra vaxt tapanda ayrıcana yüklüyüm. Bura bir yumurta. Bu arada duxovkanı da qoşdum. Deməli, bir balaca qabartma və yaxud da soda. Bu sodadır məndə. Mən çox gec qabartma işlədirəm. Elə olur ki, ancaq soda ilə işləyirəm. 25 qram kakao yazılıbdı. Belə gözə yarı. 2 xörək qaşığına yaxın vurdum. Bizə lazımdır ki, tünd xəmir olsun. Şimdi bu xəmiri bir yarım saatlıq soyuducuya qoyuram. Qabı yığışdırmıram. Elə bu qabda da digər işləmləri görəcəm. Baxın. Xəmiri qoyuram soyuducuya. Keçirik ikinci etapa. Varyonoy squşonka. Pişmiş squşonkanı açırıq və dökürük bu qabın içərisinə. Bu arada qaşıqla kakao götürmüşdüm. Yəni elə bilməyin ki, çiri qaşıq idi. Bütün squşonkanı bura əlavə edirəm. Bu bizim içliyimizdir. Sonra yuduğumuz araxisdən bir hardasa 50 qram saxlayırıq, yerdə qalanın tökürük bura, yaxşıca qarışdırırıq. Mən yudum, siz istərseniz duzlu araxis götürə bilərsiniz, zövqlər fərqlidir, hər kəsin öz zövqü var, zövqünüzə uyğun olaraq istifadə edin.
Gözüm su içmiş. Azdı mənim üçün. Ladna. Araqsın hamısını bura əlavə edirəm. Əslində üstü üçün də saxlamalıydım, amma mən saxlamadım. Fikirləşdim ki, bilirsiniz nə fikirləşdim? Fikirləşdim ki, araq yaşdı. Şokolad ərdib tökəsiyəm, şokoladı çürüdər. Gərək araqsı qurudum, mən də qurutmamışam. Nəysə, hamısını əlavə elədim, araqsını bura qarışdırdım. Baxın, beləsinə içlik əldə etmiş olduq. Sizcə mən 30 dəqiqə gözlədimmi? Əlbəttə ki, yox. Deməli, xəmiri çıxardıram. Xəmiri yumru eləmək istəyirəm. İstərsiniz əlinizlə də yaya bilərsiniz. İstərsiniz mən kimi oxlovla formanın ölçüsündə yayırıq. Əgər cırıq olarsa, yəni belənçinə, yəni kənarları cırlarsa, kənarları cırlarsa, heç qorxmayın, xəmirdən qopardıb orasına yamaq eləmək olar. Yəni ki, bu normaldır. Belə xəmirlərdən yamaq düzəltmək olur. Lazımı qədər yayırıq. Formanın ölçüsündə. Deməli, xanımlar, bu formada hazırlayacağım. Bu forma üçün xəmirimizi bura ehmallıca yerləşdirəcəyik. Baxın, belə. Biraz mənim formam istidir. Çünki tuxovkada unutmuşam. Tuxovkanı qoşmuşam. Formanı da tuxovkada unutmuşam. Baxın, bu qayda ilə hətta biz nə edəcəm? Artıq qalan xəmiri kəsib götürəcəm. Onlardan da başqa şey bişirərik. Yəni siz qalın yaysanız, qalın eləsəniz, xəmir artıq qalmaz. Mən qalın eləmədim, nəzik elədim. Ona görə mən də elə bir ki, nəzik elədiyimə görə kənarlardan çox uzun çıxdı. Baxın, belənçinə. Çalışacağım. Artıqları yığışdırım. Belə oldu. Baxın, necə gözəl. Və indi biz bunun içərisinə hazırladığımız kuşonkanı əlavə edirik. Köməyimə həmişəki kimi spatula gəlir. Çünki spatula ilə həm bankanın içərisini, həm qabdakı skuşonkanı ehtiyatla axıra kimi, dibinə kimi çəkib götürə bilirəm. Və belənçinə büsbütün yayırıq xəmirimizin içərisinə hazırladığımız kuşonkanı. Duxovkamız da ki artıq isinmiş olar. Qoyuruq duxovkanın içinə pişsin. Belə oldu. Görün nə gözəl görsənir. Oy qızlar, biraz artıq xəmir qaldı. Bayaqdan fikirləşirəm ki, məndə mişka forması var. Gətirim mişka peçenyası eləyim. Nə qədər axtarım, tapa bilmirəm. Sən demə, hər şeyimi Səbnəyə vermişəm. Nə yaxşı ki, bunu tapdım. Yeni ildə bunu Luda pay vermişdi. Nə yaxşı ki, bunu tapdım. Elə bu çilavechkidə istifadə eləyərəm. Da, mən indi kəsəcəm. Sən də akkuratla o biri şeyə... Amma может так вот оставить? Нет. Аккуратно o biri
Nədir o? Sən denə. Perqament kağızının üstünə qoymaq lazımdır. Sюда. Da. Сейчас я xəmiri götürəcəm indi. Будет у нас совместная работа. Ola bilər ki, xəmir qırılsın, cırılsın hardasa, ничего страшного. Ага, окей. Они там все равно сломаются. Да. Так, вот акkuratно götürürəm mən bunları, lişniləri. Вот так. А может elə belə qalsın, sınok. Mən də o birisi perqamentdə yayım. Ey, ты чего? Холодильника aç. Orada şey var. Arahis var. Altdakı polka var ya. Qoy elə belə qalsınlar burada. Akkuratlıdır burada. Götürməyək daha. Bu bizim arixlər. Də? Ну, ты знаешь. Belə qoyursan, bir baləcə batırırsan, əlini qatdalayırsan. Типа, чтобы он в руках держал? Da. Bildin? Да, но можно сделать один вариант. Там будет побольше теста. Ты знаешь какой? Какой? Делаешь, ну, маленькую платформочку из теста. Туда ставишь этого человечка, а под его голову подушечку. Ну, вот как подушечка. Ты? Да. Ну, я специально bir əlini qatdaladım, ну ладно. Зачем? Ну, короче, ты понял. Ну, допустим. А зачем ты одну? Ну, чтобы они не одинаковые были, да? Biri bir əllə, biri belə, по-разному. Əlini çək balam. Ruslanla belənsən peçenyelər hazırladıq. Çox maraqlı idi. İkimiz bir yerdə elədik. Rusik, xoşuna gəldi? Ну да. Ruslan peçenkalara göz yazıbdı. bir də hamısının əlinə araks veribdi. Yolkalara da belə bəziyibdi. Yolkadır bu güya. Ну как звездочка. Da. İndi qoyaq bu da pişsin. Və bu da bizim piroqumuz. Baxın. İstidir deyən yellənir. Amma soyusun, formasını saxlayacaqdır. Это карамель? Сверху. Ну, уже считается карамель, да. Вообще это сгущенка. Sonda üzərinə şokolad gəzdirmək lazımdır. Baxın, artıq soyur və bayaqki kimi yellənmir. Soyuduqca bərkiyəcəkdir. Bu arada üzəri üçün şokolad götürürəm bu səfər. Krem brûlée dadındakı şokoladı götürdüm. İstedik. İndi çox şokoladlı istəmirəm. Tüm şokoladlı sevmirəm. Çox oldu. Çox oldu. Nəysə, bu qədər əridəcəm. Nə qədər olar gəzdirəcəm üstünə. Əritdim, belə oldu. Bir baləcə yağ töküm. Bu arada Ləliş gəldi. Qaldı böyük qız. Nədir bu? Peçenyemiz də artıq pişdi, hazırdır. Gəldilərsə dalaşmaq olar yəni.
Skuşanka soyusaydı rahat yayardım. Tam soyumubdu skuşanka. Şokolad da ki krem brüle dadındadır. Ona görə rəngi belədir. Mən indi bunu araqislə qatışdırmalıydım. Araqislə saxlamadım qatışdırmağa. Ona görə belə oldu. Pirogumuz, Snickers pirogumuz belədir. Bir balaca qara şokolad əritdim kornetikdə. Görün bundan necə bəzəyirəm. İstedi kornetik. Elim yandı. Bu da bizim peçenyelərimiz pişmiş halı. Большому к несчастью, Миши уже нет с нами. Лялиш решила Мишу съесть. Laliş, gözləydin bir soyuydu da. Uşaqların hərəsinin öz adları var. Bu Saşadır. Bu Anyadır. Bu Şedraya Duşadır. Mənim Səmifdir. Həməyə açıqdır. Ну ладно. Hələ tam soymayıblar. Qoyun bura soysunlar. Ki qoymasını tutsun. Peçenyelerimiz artıq hazırdır. Sadəcə biraz istidir. Düşünürəm ki, uşaqlarınızla beləncinə pişirsəniz onlar üçün çox maraqlı olar. Bu arada uşaqların hamısı evdədir. Artıq yemək yeyirlər. Mən də bunu qıraqda soyuduram, həm də çəkirəm sizin üçün. Yeməkdən sonra əlbəttə ki, bizdə nə olacaq? Çay stolu olacaqdır və biz də bunları çox qəşəngcə yeyəcəyik. Baxın, pirogumuzun vidi belədir. Üstündəki şokolad sonra donur. Çox dadlı, çox ləzzətlidir. Mənim çox xoşuma gəldi. Buyurun sizlər də hazırlayın.